Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əskərlərinə dedi: Allah sizi bir çayla imtihan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o məndəndir. Onların az bir qismi istisna olmaqla, hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: Bugün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir. Allah səbr edənlərlədir.